Selamun aleyküm. Mən Rıza Zəfər Əlirzaoğlu Lənkəran rayonu Boladı kəndindən. Təbii sərvətlərin qeyri-qanuni istismarı son dəfə Ruben Vardanyan tərəfindən həyata keçirilirdi. Hal-hazırda hardadır, hamıya məlumdur. Bütün təbii sərvətlərin istismarı Azərbaycan dövlət qanunları çərçivəsində həyata keçirilməlidir. Lənkəran rayonu Boladı kəndində 2011-ci, 12-ci ildən başlayaraq bu yana bir nəfər tərəfindən, Cabbarov Eldar tərəfindən həyata keçirilir. Təbii sərvətlər qanunsuz şəkildə istismar olunur. Bu insan, bu adam de jure heç bir obyekti yoxdur əslində qalsa, amma de facto bütün obyektlər onundur. Hətta bələdiyyəni də o idarə edir, hətta məktəb, bir nömrəli məktəbi o idarə edir, hətta bir neçə qurumlarını o idarə edir. Bu insan Rusiya vətəndaşıdır, buranın vətəndaşı deyil. Mən özüm həmən obyektlərin bir çoxunda fəhlə kimi işləmişəm, qaynaqçı köməkçisi işləmişəm. 2012-ci ildə indiki hal-hazırda onun ferma tikdiyi ərazidə iddia edirəm ki, həmən ərazidə qeyri-qanuni olaraq quyu qazıldı, kəşfiyyat quyusu qazıldı, oradan qaz çıxdı, xüsusi adamlar gəlib, oradan laborator analizlər götürdü, quyunun dərinliyi 114 və yaxud 117 metridir, oradan xüsusi analizlər götürüldü, 3 gün həmən quyu açıq qaldı, analizlər götürüləndən sonra həmən quyunun üstü bir neçə maşın beton tökülüb, betonlandı, üzərisi betonlandı. Bu adamın niyyəti dövlətimizin təbii sərvətlərini talamaqdır gələcəyə. Niyyəti budur. Mən də bu işlərdə ona mane olmuşam. Fakt budur ki, mən ona mane olmuşam. Digər obyekt, kəndin digər girəcəyində, şərq tərəfində girəcəyində bir obyekti var. Həmən obyektin torpaqların təyinatı dəyişilmədən bu tikintilər həyata keçirilib. Həmən torpağın üzəri 1 metrdən artıq betonla örtülüb. 1 hektara yaxın ərazidir orada. O da sonra Boladı kəndinin çayının bir qolu kəndin mərkəzindən keçir. Hansı ki, bizim quyular 90% quyular o çayın suyu ilə qidalanırdı. Son 12 il ərzində o çay topikə dönüb. Niyə? Çünki Cabbarov Eldar həmən çayın içində özünə su anbarı tikib. Bu daha bir cinayətdir, qanun pozuntusudur. Sonra keçdi, gəldi kəndin mərkəzindəki klub, köhnə klubun ərazisini, oranı zəbt eləyib. Bir neçə adamın adından, hər dəfə mən şikayət verəndə, bu adamın adından çıxarıb digər adamın adına, ki, digər adamın adından o qədər adlar dəyişilib ki, burada heç bunun izin sürmək olmur. Oradan Nizami Gəncəvinin heykəlini götürüb öz şəxsi malı kimi aparıb öz obyektinin qabağında qoymuşdu. Kəndin mədəniyyət işçilərinin bəziləri, hansı ki, ailə üzvləri Rusiyada radikal dini qrupların üzvləridir. Onu tərifləyirdilər ki, çox gözəl eləyib, heykəli oradan götürüb, aparıb. O heykəlin oradan götürülməsinin məqsədi bircə idi ki, ərazinin mədəni irs ərazisi kimi adlandırılmaması. Növbəti, həmən deməli, o işin ardıcan bələdiyyə sədrinin müavini Həsənov Elmanın qardaşı kəndin mərkəzindəki köhnə hamam ərazisini zəbt edib. Bu da deməli bələdiyyə bu insan tərəfindən idarə olunur. Məktəb buna siyasi qanaddır. Məktəbin bizim kəndin bir saylı, üzr istəyirəm, şəhidin adı çəkilir, o adı çəkməyə utanıram, mənim dilim gəlmir. Əliyev Seyran müəllim həmən məktəbin direktorudur və bu insana siyasi qanad verən elə Əliyev Seyran müəllimdir. Birbaşa onun üçün fəaliyyət göstərir. Son illərdə bizim kəndin məktəbinin uşaqların sayının azaltmağında böyük pay sahibi Əliyev Seyran müəllimdir. Bir qrupda seçki komissiyasının üzvləri, hansı ki, seçkidən sonra xüsusi fəallıq göstərən bir müəllimə 2 hektar torpaq ərazisi bəxş olunub. Yəni, bu adam bu kəndin dövlətin malını öz şəxsi malı kimi pay bəxş eləyir. Kim ona
biət gətirmirsə, onun qarşısını müxtəlif yollarla alır. Şəxsən mən bu adamın qarşısına çıxmışam, əkin əkirdim. O adamın əmri ilə əkin mən daha əkə bilmirəm, qoymadılar. Bələdiyyə sədri Dadaşov Salman qoymadı mənə əkin əkməyə. İndi də saxta iddiamlarla, öz səviyyəsindəki adamlarla mənim üzərimə hücumlar çəkir. Cürbəcür saxta məhkəmə işləri qaldırırlar mənim üzərimə ki, məni sustursunlar. Məni Allah sustura bilər. Mən ölsəm də son damla qanıma kimi bu işin ardıcan gələcəm.